İmam Rıza Aleyhisselam nə buyurur? Gedənlər bilir, orada yazılıbdır, İmam Rıza Aleyhisselamın hərəminin yanında yazılır ki, hər kəs mənə uzaqdan salam versə, qiyamətin günündə mən ona yaxından salam verəcəyəm. İmamın vədəsidir. Bu vədəni imam özü veribdir. Burada boş yere salam vermir ki, çevirilik. Çevirməsən də üzüyü olar, fərq eləməz. Bir dəfə əl üzüyü tutdun ki, Əssalamu aleyk, ya qəribəl quraba, ya mu'inə duafa, ey zəifləri, ey qonaqları yaxşı qarşılayan ağa, ey qərib ağa, ey Xorasanın sultanı. Sən eşitmirsən, mən eşitmirəm onu. İmam eşidir və cavabı da verir. Və buyurur ki, mən ona qiyamətdə yaxından salam verərəm. Və Həzrət buyurur ki, əgər gəlib məni ziyarət eləsə, qiyamətin günündə mən onu ziyarət eləyəcəyəm. İndi gör, imam bunu deyəndən sonra Həzrət Hüseyin nə deyir?